Hər vaxtınız xeyir. Bəli, Trumpın son açıqlamaları göstərir ki, ABŞ administrasiyası İran siyasətində hərbi təzyiq mərhələsini diplomatik nəticə əldə etmək mərhələsi ilə əvəz edibdir. Yəni ABŞ prezidenti hesab edir ki, İranla hərbi mərhələ faktiki olaraq başa çatıbdır və indi əsas diqqət danışıqların nəticəsinə yönəlibdir. CNBC telekanalına müsahibəsində Trump bildirdi ki, son 4 ay ərzində həyata keçirilən siyasət nəticəsində Tehran ABŞ-nin irəli sürdüyü tələblərin böyük hissəsini qəbul etməyə yaxınlaşıbdır. O, hətta hazırki İran rəhbərliyinin əvvəlki dövrlərlə müqayisədə daha praqmatik davrandığını və bəzi məsələlərdə razılıq əldə etməyin mümkün olduğunu iddia edibdir. ABŞ prezidenti hərbi əməliyyatların nəticələrinin də gözləndiyindən daha qısa müddətdə əldə olunduğunu bildiribdir. Trump həmçinin son günlərdə Hörmüz boğazında təhlükəsizliyin bərpa olunduğunu vurğulayıbdır. O bildirir ki, neft tankerlərinin bölgədən maneəsiz keçidi təmin edilibdir və bununla qlobal enerji bazalarında mümkün qiymət şokunun qarşısı alınıbdır. ABŞ prezidenti İran iqtisadiyyatının da ağır vəziyyətdə olduğunu iddia edibdir. Onun fikrincə, hərbi təzyiq və iqtisadi sanksiyalar Tehranın manevr imkanlarını xeyli məhdudlaşdırıbdır. Buna baxmayaraq, Trump bildirir ki, Vaşinqton hazırda hərbi eskalasiyadan deyil, diplomatik prosesin yekun nəticəsindən danışır və İranla təmaslar davam edir. Beləliklə, bu açıqlamalar Vaşinqtonun İran siyasətində əsas diqqətini artıq hərbi əməliyyatlardan danışıqlar masasında və nüvə razılaşmasına yekun formasına yönəldiyini göstərir. Vaşinqtondan bu saata çatdıracağım məlumatlar bunlar idi.